Tbilisidə BMT-nin Dünya Dövlət Xidmətləri Forumu keçirilir. Dövlət xidmətləri sahəsində dünyanın ən nüfuzlu beynəlxalq platformalarından hesab olunan forumda Azərbaycan da təmsil olunur. Tədbirdə Azərbaycan Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Forum çərçivəsində jurnalistlərə açıqlama verən Ülvi Mehdiyev asan xidmət modelinin beynəlxalq uğurlarından, Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyyətlərdən və ölkəmizin forum çərçivəsində qazandığı növbəti beynəlxalq mükafatın əhəmiyyətindən danışır. Bu forumun ölkəmiz üçün tarixi məqamlarından biri odur ki, artıq Azərbaycanın növbəti bir dövlət qurumu və dövlət layihəsi burada birinci yerə layiq görülübdür, mükafatlandırılıbdır. Bu, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun apardığı işlərə verilən beynəlxalq möhtəvə bir qiymətdir. Burada Azərbaycan modelinin beynəlxalq qiymət alması, qiymətləndirilməsi Azərbaycanın dövlət sosial siyasətinin həyata keçirdiyi işlərə, layihələrə verilən beynəlxalq bir qiymətdir.